Azərbaycanda hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət və güzəştlər müəyyənləşir. Publika AZ xəbər verir ki, bu Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu və Mədəniyyət Komitələrinin bugün birgə keçirilən iclasında müzakirəyə çıxarılan dövlət qulluğu haqqında qanuna təklif edilən dəyişiklik əksini tapıb. Layihəyə əsasən dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə bilər. Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək. Dövlət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılana dək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər. Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.